Seysmoloji Xidmət Mərkəzi son dəqiqə məlumat yayıb. Məlumatda deyilir, Cənub bölgəsindən sonra Şamaxıda da zəlzələ baş verib. Zəlzələ Pirqulu qəsəbəsində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub. Mərkəzin məlumatına görə 3,7 bal gücündə olan zəlzələ yerli vaxtla 16:02-də baş verib və 4 kilometr dərinlikdə yerləşib. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə iyun ayının 5-i yerli vaxtla saat 16:02-də Şamaxı rayon ərazisində 7 km dərinlikdə 3,7 bal gücündə və 16:04-də 4 km dərinlikdə 3,1 bal gücündə zəlzələlər qeydə alınıb. Zəlzələ nəticəsində hər hansı bir dağıntı və ya insan xəsarəti barədə bu vaxta qədər Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb deyə Nazirlikdən açıqlanıb.